Deməli, bugünkü mövzumuz olur natural ədədlər. Qaydasında deyilir ki, sayma zamanı istifadə etdiyimiz ədədlər natural ədədlər adlandırılır. Sayma zamanı istifadə etdiyimiz ədədlər natural ədədlər adlandırılırsa, saymağı birdən başladığımız üçün deməli bizim ən kiçik natural ədədimiz olur 1. Yazırıq. Ən kiçik ədəd olur 1. Natural ədədlər sonsuz sayda olan bir anlayışdır, sonsuz sayda olan bir çoxluqdur. Natural ədədlər sonsuz sayda olduğu üçün bizdən ən böyük natural ədədi tələb edə bilməz. Yəni, əgər bizdən ən böyük natural ədədi istəsə, ən böyük natural ədəd olmadığı üçün biz onu qeyd edə bilmərik. Çünki natural ədədlər sonsuz saydadır. Amma bizdən ən böyük natural ədədi yox, qarşımıza müəyyən bir sərhəd qoyub 2 rəqəmli, 3 rəqəmli, 4 rəqəmli və sair kimi natural ədədləri soruşa bilər. Misal üçün, ən böyük 2 rəqəm natural ədəddə isə 99, ən böyük 3 rəqəm natural ədəddə isə 999 və yaxud da ən böyük 5 rəqəm natural ədəddə isə 99999-dan söhbət gedər. Bəzən bu sualı dəyişib bizə belə verə bilər. Rəqəmləri müxtəlif olan ən böyük 2 rəqəmi natural ədəddə isə həmişə yadımızda saxlayırıq ki, birinci mərtəbəyə 9, digər mərtəbələr isə bir vahid azaldaraq yazırıq. Rəqəmləri müxtəlif olan ən böyük 3 rəqəmi natural ədəddə isə birinci mərtəbəyə 9, digər mərtəbələri bir vahid azaldaraq davam edirik. Və yaxud da rəqəmləri müxtəlif olan ən böyük 5 rəqəmli ədəddə isə 9, 8, 7, 6 və 5 şəklində davam edirik. Yəni 98765 şəklində qeyd edirik. Bundan əlavə bizdən ən kiçik 2 rəqəm natural ədədi istəsə, bilirik ki, ən kiçik 2 rəqəm natural ədədimiz 10-dur. Ən kiçik 3 rəqəm natural ədədi istəsə 100-dür. Ən kiçik 5 rəqəm natural ədədi istəsə isə 10.000-ə bərabərdir. Amma bizdə yeni sualı dəyişib bizdən istəyə bilər ki, rəqəmləri müxtəlif olan ən kiçik 2 rəqəmli ədəd. Rəqəmləri müxtəlif olanda elə ən kiçik olan 2 rəqəm natural ədədimiz 10-dur. Çünki onun həm rəqəmləri müxtəlif, həm də özü ən kiçik 2 rəqəmli natural ədəddir. 3 rəqəm natural ədədlərin ən kiçiyini bizdən istəsə, yadımızda saxlayırıq ki, birinci mərtəbəyə 1, ikinci mərtəbəyə 0, digər mərtəbəni isə bir vahid artırıb qeyd eləmək lazımdır. Misal üçün, bizdən ən böyük 5 rəqəmini istəsə, birinci mərtəbəyə 1, ikinci mərtəbəyə 0, digər mərtəbələri isə bir vahid artıraraq davam eləmək lazımdır. Deməli, ən kiçik natural ədədi bizdən istəsə 1, ən böyük natural ədədi bizdən istəsə sonsuzluğa bərabər olar. Burada bir sual yaranır ki, bəs biz natural ədədləri nəyin köməkliyi ilə yaradırıq? Bəs natural ədədləri köməkliyi ilə yaratdığımız həmin çoxluq necə adlanır? Deməli, bundan əlavə bizim bir də rəqəmlər çoxluğumuz var. Bəs rəqəmlər çoxluğu nədir? Rəqəmlər çoxluğu deyirik ki, natural ədədləri yazmaq üçün istifadə olunan simvollar, rəqəmlər adlandırılır. Və rəqəmlər 0, 1, 2, 3, 4, 5, 6, 7, 8 və 9-dur. Əgər saysaq görərik ki, rəqəmlərin sayı 10-a bərabərdir. Rəqəmlərin sayı 10-a bərabər olduğu üçün deyirik ki, istifadə etdiyimiz say sistemi onluq say sistemi adlandırılır. İstifadə etdiyimiz say sisteminin onluq say sistemi adlandırılmanın səbəbi deməli rəqəmlərin sayı oldu. Rəqəmlər cərgəsinə fikir versək görərik ki, rəqəmlər 0-da başlayır, 9-da bitir. Yəni məndən ən kiçik rəqəmi istəsə 0, ən böyük rəqəmi istəsə isə 9-a bərabərdir. Burada uşaqların qarşıladığı bir məqam var ki, bizdən natural ədədlərin ən kiçiyini istəsə, ədədlərin ən kiçiyi qeyd eləyirik ki, əgər bizdən ədəd sözünü deyib ədədlərin ən kiçiyini tələb etsə, ədədlərin ən kiçiyi 1-ə bərabərdir. Çünki ədədlər sayma zamanı 1-dən başlayır. Amma bizdən rəqəmlərin ən kiçiyini istəsə, rəqəmlərin ən kiçiyi 0-dan başladığı üçün 0 qeyd edirik. Və unutmuruq ki, 0 rəqəmdir, ədəd deyil. 0 yalnızca rəqəmdir. Əgər bizdən ədədlərin ən böyüyünü istəsə, qarşımıza heç bir məhdudiyyət qoymursa, biz ən böyük ədədi tapa bilmirik. Ən böyük ədəd sonsuzdur, məhdudiyyət qoymursa. Amma bizdən rəqəmlərin ən böyüyünü tələb etsə, rəqəmlərin isə ən böyüyü cərgədən də göründüyü kimi 9-a bərabərdir. Bu vacib məqamları unutmuruq, qarşımıza buna aid suallar çıxa bilər. Bu oldu rəqəmlər və natural ədədlər. Bundan əlavə natural ədədlər üzərində bəzi əməllər var. Ümumiyyətlə biz aşağı siniflərdən tanış olmuşuq ki, natural ədədlər üzərində 4 dənə ümumiyyətlə əməllər, nəinki natural ədədlər, bütün
ədədlər üzərində 4 dənə əməl qeyd edə bilirik. Toplama, çıxma, vurma, bölmə. Amma artıq yeni bir əməllə tanış oluruq. Biz 5 dənə əməlimiz var. Toplama, çıxma, vurma, bölmə və qüvvəti yüksəltmə əməlindən tanış oluruq. Bu əməllər ayrı-ayrılıqda onsuz da tanış olduğumuz əməllərdir. Qüvvəti yüksəltmə əməlindən də kvadrat köklər mövzusuna yenidən toxunacağımız mövzudur. Bundan əlavə biz bu əməllər üzərində natural ədədlərin həmişə yoxsa bəzi hallarda natural qiymət alıb-almadığına diqqət yetirək və çox sadə, hətta deyərdim ki, ibtidai sinif sualına bərabər suallar qeyd eləyirəm. Birincisi qeyd eləyəcəm toplama ilə bağlı danışacağam. Mən yazıram 4 üstəgəlsin 2-nin qiyməti bərabərdir 6-ya və mən 4-dən 2-nin yerini dəyişdirirəm. Yazıram 2 üstəgəlsin 4 bərabərdir 6 şəklinə qeyd eləyirəm. Fikir verin ki, 4-ün üstünə 2 gələndə cavab müsbət alındı, yəni natural ədəd alındı. 2-nin üstünə 4 də gələndə cavab natural ədəd alındı. Eyni prosesi yenidən davam elətdirsəm, fikir verirəm ki, 2 dənə natural ədəd topladığım zaman həmişə natural ədəd alınır. Həmişə natural ədəd alınır. Yenidən qayıdacağam bura. İkinci, mən əgər 4-dən 2 çıxsam, cavab eləyər 2. Amma 2-dən 4 çıxsam, cavab eləyər -2. Naturaldan natural çıxdım, natural aldım. Amma naturaldan natural çıxdım, natural ala bilmədim. Deməli, natural ədədlərin fərqi natural ədəd ola da bilər, olmaya da bilər. Üçüncü, hasili. Bir dəqiqə. Üçüncü hasili. Yazıram 2 vurulsun 4 bərabərdir 8-ə. Bir də yazıram 4 vurulsun 2 bərabərdir 8 şəklində qeyd edirəm. Naturalı naturala vurdum, natural aldım. Naturalı naturala vurdum, natural aldım. Deməli, natural ədədlərin hasili həmişə naturaldır. Dördüncü. Yazıram ki, 4 bölünsün 2 bərabərdir 2-yə. Bir də yazıram 2 bölünsün 4 bərabərdir 0,5-ə. Fikir verək, naturalı naturala böldüm, natural aldım. Naturalı naturala böldüm, natural ala bilmədim. Deməli, natural ədədlərin bölünməsi, yəni ki, nisbəti natural ədəd ola da bilər, olmaya da bilər. Və nəhayət 5-ci. 4-ün kvadratı bərabərdir 16-ya. 2-nin üstü 4 bərabərdir 16-ya və bu riyaziyyatda yeganə kədərdir ki, yerini dəyişsək də eyni qiymət alınır. Yəni bu ifadə biz çaşdırmasın. Hətta gəlin başqa bir şey yazaq ki, biz buna baxanda fikrimiz qarışmasın. Mən qeyd eləyim ki, aldığım qiymətləri silim. Qeyd eləyim ki, 3-ün kvadratı bərabərdir 9-a, 2-nin kubu bərabərdir 8-ə. Naturalı natural üstü qüvvətindən natural aldım. Naturalı natural üstü qüvvətindən natural aldım. Deməli, natural ədədlərin qüvvəti yüksəldilməsi həmişə naturaldır. Qaydaya bir də nəzər yetirsək, natural ədədlərin cəmindən, fərqindən, hasilindən, nisbətindən və qüvvəti yüksəldilməsindən danışdım. Sualda bizdən soruşa bilər. Natural ədədlərin cəmi həmişə naturaldır. İfadə doğrudur. Çünki natural ədədlərin cəmindən, hasilindən və qüvvəti yüksəldilməsindən söhbət gedirsə, cavabımız həmişə olar. Və biz Azərbaycan dilindən nəqli cümlələrlə tanış olmuşuq ki, nəqli cümlə baş verən hadisəni tamamilə təsdiqləyir. Yəni, orada cümləni bizə həmişə sözündən əlavə deyə bilər ki, natural ədədlərin cəmi natural ədəddir kimi vurğulayırsa, cümlə yenə doğrudur. Əgər nəqli cümlə formasında verərsə və ya cümlədə həmişə sözündən istifadə olunarsa, bu ancaq və ancaq toplamaya, vurmaya və qüvvəti yüksəldirməyə aid ola bilər. Amma cümlədə qeyri-müəyyənlik yaranarsa, natural ədədlərin fərqi natural ədəd ola bilər. Natural ədədlərin nisbəti natural ədəd olmaya bilər. Natural ədədlərin fərqi natural ədəd ola da bilər. Əgər cümlədə qeyri-müəyyənlik yaradarsa, yəni konkret bir şəkildə alınacaq qiymətin natural ədəd olduğunu vurğulamırsa, qeyri-müəyyən şəkildə vurğulayırsa, biz onu fərq aid eləyə bilərik və nisbət aid eləyə bilərik. Qaydadan başa düşdük ki, natural ədədlərin cəmi, hasili, qüvvəti yüksəldilməsi həmişə dəyişməz bir şəkildə naturaldır. Natural ədədlərin fərqi və nisbəti natural ədəd ola da bilər, olmaya da bilər. İndi baxaq mərtəbə və sinif anlayışlarına.
Hal-hazırda bir ədəd qeyd etmişəm və həmin ədədin üzərində mərtəbə və siniflərə ayırırıq verilən ədədi. Yadımızda saxlayırıq ki, mərtəbələrə ayrılanda hər bir ədəd sağdan başlayaraq 300 hissələrə bölünür. Bölünən hissələr isə mərtəbələr adlandırılır. Hal-hazırda mən 802-ni ayrı, 387-ni ayrı, 2-ni də ayrı hissələrə bölmüşəm. Böldüyüm hissələrin hər biri mərtəbələr adlandırılır. Hər bir mərtəbə ən çox 3 rəqəmdən ibarət olan hissələrdən ibarətdir. Yəni, həmin hissələrin də hər biri sinif adlandırılır. Ümumiləşdirsək, hər bir mərtəbə 3 sinifdən ibarətdir və hər bir mərtəbə ən çox 3 sinif iştirak eləyə bilər. Yəni, ən çox 3 rəqəm iştirak eləyə bilər. 3-dən artıq rəqəm iştirak edə bilməz. Ən az desi isə mərtəbə boş qalar. Siniflərə baxsaq, nəzər yetirsək, birinci gələn sinifimiz təhliklər sinifi. İkinci gələn sinifimiz onluqlar sinifi, üçüncü gələn sinifimiz isə yüzlüklər sinifidir. Hər üç sinif birləşərək təhliklər mərtəbəsini əmələ gətirir. Mərtəbəmizin adı olur təkliklər mərtəbəsi. Qısa qeyd etdim, təhliklər mərtəbəsi. İkinci mərtəbəyə gəlsək, minlik, 10 minlik və 100 minlik. Hər üç mərtəbə birləşərək minliklər mərtəbəsini yaradır. Minliklər mərtəbəsi. Üçüncüyə isə keçsək, milyonluqlar sinfidir. Milyonluqlar sinfidir və mərtəbəmiz adlandırılır milyonluqlar mərtəbəsi. Fikir versək, hər üç mərtəbə özünün birinci sinfi ilə adlandırıldı. Birinci sinfi təhliklər olduğundan təhliklər mərtəbəsi, birinci sinfi minlik olduğundan minliklər mərtəbəsi, birinci sinfi milyon olduğundan milyonluqlar mərtəbəsi adlandırıldı. Və yaxud da qeyd etdiyim hər bir mərtəbədə ən çox 3 rəqəm iştirak eləyir, ən az mərtəbə boş qalır. Siniflərdə isə ən çox 1 rəqəm iştirak eləyir, ən az sinif boş qalır. Boş qalma deyəndə uşaqlar həmişə orada sıfırın iştirak etməyini fikirləşirlər ki, sıfır varsa boş qalar. Xeyr, belə bir şey yoxdur. Sıfır rəqəmdir, mərtəbəni və sinifi doldura bilir. Yəni ki, sıfıra boş qalar kimi baxmırıq. Boş qalmağı orada heç bir rəqəmin iştirak etməməsi deməkdir. İndi natural ədədlərin onluq yazılış formasına baxaq. Onluq yazılış forması nədir? Biz bilirik ki, və yaxud da qeyd etdik ki, hər bir natural ədəd mərtəbələrdən və siniflərdən ibarətdir. Ona görə də natural ədədlərin onluq yazılış formasına mütləq şəkildə tanış olmalıyıq. Biz hal-hazırda bundan sonrakı bütün mövzularımızda A, B və yaxud da ki, A, B başında belə bir işarə ilə tanış olacağıq, daha doğrusu rastlaşacağıq. Bəs bunlar nədir? Əgər hər hansısa iki və daha artıq dəyişənin, yəni ki, lor dilində desək hərfin və yaxud da ki, bir ədəd və bir hərfin arasında heç bir işarə yoxdursa, yəni birinci qeyd etdiyim vəziyyətdədirsə, deməli burada arada bir dənə vurma işarəsi var deməkdir. Sadəcə olaraq həmin vurma işarəsi qeyd edilmir. Ancaq ikinci yazdığım kimi başında işarə varsa, bu müəyyən bir ədəd deməkdir. Misal üçün, A-nın yerinə mən 1, B-nin yerinə də 2 qoysam, hər iki ifadə üçün işləsəm, birinci ifadə üçün vurma əməli olduğu üçün 1 vurulsun 2, yəni cavab 2 eləyər. İkinci yazdığım ifadə üçün A-nın yerinə 1, B-nin yerinə 2 yazan kimi 12 ədədi yaranar. Əgər arasında heç bir işarə və yaxud arasında, yuxarısında heç bir işarə yoxdursa vurma əməlini, başında xətt varsa, onda isə müəyyən bir ədədi bildirir. Bəs gəlin görək həmin ədədin onluq şəkildə yazılışı hansı formadadır? Biz bundan öncə mərtəbələrlə tanış olduq ki, hər bir natural ədəd müəyyən mərtəbələrdən ibarətdir. Misal üçün, mən yazmaq istəyirəm A, B ədədinin açılışını. A, B ədədinin açılışını yazmamışdan qabaq, əgər ilk dəfə tanış oldunuz, altının mərtəbəsini qeyd eləyirəm. Təhliklər mərtəbəsi və onluqlar mərtəbəsi. Biraz bunu lor dilinə izah eləyək. Mən onluqlar mərtəbəsinin adını çəkmişəm, 10 demişəm, onluqlar mərtəbəsi. Deməli, mən A-nı həmin bu 10-a vurub yazıram, 10A və yaxud da dedik ki, əmsalla dəyişənin arasında heç bir işarə yazılmır. Əmsal ədəd deməkdir. 10A və üstünə gəlirəm, həmişə bu hissədə toplama işarəsi olur. Heç vaxt başqa bir işarə olmur. Üzərinə gəlirəm, B təhliklər mərtəbəsindədir. Yəni, bir növ desək, təhdir. Ona görə də yazırıq B şəklində. Başqa bir nümunə yazıram. Yazıram A, B, C, D ədədinin açılışını. İlk dəfə tanış oluruqsa, altına mərtəbələri qeyd eləyirəm.
Təkliklər, onluqlar, yüzlüklər və minliklər. A-nın adını çəkdiyim zaman minliklər mərtəbəsində olduğumu dedim. Deməli, A-nı vururam minə. 1000 A. Dedim, hər zaman toplam işarəsi olur. B yüzlüklər mərtəbəsində yerləşdiyi üçün yazırıq 100 B. Üzərinə gəlirəm. C onluqlar mərtəbəsində yerləşdiyi üçün 10C. D təkliklər mərtəbəsində yerləşdiyi üçün sadəcə D formasında yazıram. Və hər iki yazdığım nümunədə fikir versək, hərflər, yəni ki, dəyişənlər müxtəlif olduğu üçün mən bunları heç bir toplaya bilmədim. Olduğu kimi qaldı. A, B, C, D bir-birlərindən fərqli hərflər olduğu üçün olduğu kimi qaldı. Başqa bir nümunə qeyd etsəm, yazıram A, B ədədinin açılışını. B təkliklər mərtəbəsidir. A onluqlar mərtəbəsi, digər A isə yüzlüklər mərtəbəsində yerləşir. Birinci gələn A yüzlüklər mərtəbəsində yerləşdiyi üçün yazırıq 100A, üzərinə gəlirik. İkinci onluqlar mərtəbəsində yerləşdiyi üçün 10A, üzərinə gəlirik. B təkliklər mərtəbəsində yerləşdiyi üçün B şəklində qeyd edirik. Yadımızda saxlayırıq ki, eyni hərflər varsa, qarşısında duran ədədlər toplanılır. 100-ün üstünə 10 gəlirəm, yazıram 110. Yanında duran hərfimiz A olduğu üçün 110A, üzərinə gəlirəm B. A ilə B fərqli dəyişənlər olduğu üçün toplamırıq. Elə olduğu kimi də saxlayırıq. 110A üstə gəlsin, B şəklində də qalır. Bu da natural ədədlərin onluq formada yazılışı. Ancaq natural ədədlərin təhliyi və cütlüyü ilə bağlı. Hal-hazırda verilən hissəni 2 hissəyə böləcəm. Birinci hissənin adını qoyuruq tək ədədlər, ikinci hissənin isə adını qoyuruq cüt ədədlər və başlayaq tək və cüt ədədlərdən danışmağa. Biz aşağı sinifdən ədədləri öyrənən zaman tək və cüt ədədlərlə tanış olmuşuq və biz aşağı sinifdən tanış ediblər ki, tək ədədlər deyəndə sonu 1, 3, 5, 7 və 9-la bitən bütün ədədlər tək ədədlərdir. Cüt ədədlərdə isə sonu 0, 2, 4, 6 və 8 rəqəmləri ilə bitənlər isə cüt ədədlər hesab olunur. Amma artıq biz bu qaydanı kənara qoyuruq və biz elmi qayda ilə tanış oluruq. Elmi qaydamız nədir? Tək ədədlər 2-yə, qalıqlı bölünən ədədlər tək ədədlər, yəni bir növ desək, 2-yə bölünməyən ədədlər qalıqlı bölünən, cüt ədədlər isə 2-yə qalıqsız bölünən, yəni loru dilindən desək, 2-yə tam bölünən ədədlər. Ədədlər isə cüt ədədlərdir. Biz bundan sonra harda 2-yə bölünən ədəd görsək cüt, harda 2-yə bölünməyən ədəd isə görsək, onları tək ədəd adlandıracağıq. Bundan əlavə tək və cüt ədədin müəyyən düsturu var. Tək ədədlərin düsturu 2n çıxılsın 1, bəzi kitablarda 2n üstə gəlinsin 1 şəklində qeyd olunur. Cüt ədədlərin düsturu isə 2n şəklində qeyd olunur. Hal-hazırda fikir versək, cüt ədədlər 2-yə tam bölündüyü üçün sadəcə n-i 2-yə vurur, amma tək ədədlər 2-yə bölünəndə qalıq alındığı üçün 2-yə vurur, sonra 1 çıxır və yaxud da ki, üzərinə 1 gəlir. Hər iki düstur da doğrudur. Ancaq soruşsaq ki, ən çox hansı düsturla işləməyimiz daha düzgündür? İkisindən işləsək daha düzgün olar. Ancaq birinci düsturun belə deyək ki, mahiyyəti daha vacibdir. Nəyə görə? Əgər mən n-in yerinə bir qiymətini aparıb hesablasam, 2n 2n çıxılsın 1-də. N-in yerinə 1 yazıb hesablasaq, 2 vuraq 1 çıxaq 1 alınır 1. 2 n üstə gələk 1-də hesablasaq, 2 vurulsun 1 üstə gəlinsin 1, cavab alınır 3. Qayda mahiyyət, düstur mahiyyətinin hər ikisi doğrudur. Ancaq birinci yazılan, yəni 2n-1 bizə birinci başlayan tək ədəd, yəni ilk başlayan tək ədəddən başlayır. İkinci düstur isə ikinci tək ədəddən başlayır. Hər iki düsturla işləmək tamamilə doğrudur. Sadəcə düsturun mahiyyətini izah etməyə çalışdım. Cüt ədədlərin isə bircə dənə düsturu var, o da 2n düsturudur. Bundan əlavə biz tanış olmalıyıq ardıcıl gələn tək ədədlərlə, ardıcıl gələn cüt ədədlərlə. Bəs görək ardıcıl gələn tək ədədlər və cüt ədədlər nədir? Biz bilirik ki, ədədlərin hər biri 1-1 artır. Ancaq tək ədədlər 2-2 artır, cüt ədədlər də 2-2 artır. Mən yazsam 1, 3, 5,
7 və s. 1-in üstünə 2 gəldim, 3 alındı. 1-in üstünə 2 gəldim, 5 alındı. 5-in üstünə 2 gəldim, 7 alındı. Deməli, hər bir tək ədəd 2 vahid artır. Onda mən 2n çıxaq 1-in əgər birinci ədəd kimi qəbul etsəm ki, bu bizim birinci ədədimizdir. Birinci ədədin üzərinə 2 gəlməliyəm ki, ikinci ədəd alınsın. Yəni ki, mən bu ifadənin üzərinə gəlirəm 2, ikinci ədədin alınması üçün. Onda nəticə olur belə. 2n 2-dən 1 çıxdıq. Üstə gəlinsin 1. Deməli, bizim ikinci ədədimiz olar 2n plus 1. Bayaq da demişdim. 2n çıxaq 1 birincini ifadə edirsə, 2n üstə gələk 1 ikincini ifadə edir. Tutaq ki, məndən digərini istəyir. Onda da bunun üzərinə 2 gələcəm ki, üçüncü ədəd alım. Yəni, 2n plus 1-in üzərinə gəlirəm 2. Onda bizim düsturumuz olur 2n üstə gələk 3. Bu da olur bizim üçüncü gələn tək ədədimiz. Və belə artır. Dördüncünü istəsə, üçüncünün üstünə 2 gələcəm və s. kimi arta gedir. Eyni şəkildə cüt ədədlərdən danışsaq, 2, 4, 6, 8, 10 və s. 2-nin üstünə 2 gəlsək 4 alınar, 4-ün üstünə 2 gəlsək 6 alınar, 6-nın üstünə 2 gəlsək 8 alınar, 8-in üstünə 2 gəlsək 10 alınar və s. Deməli, cüt ədədlərdə 2 vahid artırılır. Onda mən 2n-i birinci ədəd kimi qəbul eləsəm, bunun üzərinə 2 gəlməliyəm ki, ikinci ədəd alınsın. Yəni, 2n-in üzərinə 2 gəlməliyəm. Onda mənim düsturum olur 2n üstə gələk 2. Yəni, ikinci gələn cüt natural ədəd alıram. Üçüncünü almaq istəsəm, yenə ikincinin üzərinə 2 gəlməliyəm. Yəni, 2n plus 2-nin üzərinə gəlirəm 2. Gələndə isə düsturum alınır 2n üzərinə gəlirik 4. Yəni, üçüncü gələn cüt natural ədəd alırıq və belə proses davam edir. İndi isə baxdıq tam ədədlərə. Tam ədədlər nəyə deyilir? Ədəd oxu çəkirəm. Ədəd oxunda hesablama başlanğıcı 0-ı göstərirəm. 0-da sağda duran ədədlər müsbət, solda duran ədədlər isə mənfi ədədlərdir. Qayda deyir ki, natural ədədlər onların əksi 0-la birlikdə tam ədədlər çoxluğuna əmələ gətirir. Belə deyək, müsbət ədədlər onların əksi 0-la birlikdə tam ədədlər çoxluğuna əmələ gətirir. Müsbət ədədlər həm də natural ədədlər olduğundan deyirik ki, natural ədədlər onların əksi 0-la birlikdə tam ədədlər çoxluğuna əmələ gətirir. Deməli, naturallar onların əksi və 0-la birlikdə tam ədədlər çoxluğu əmələ gəlir. Tam ədədlər çoxluğu Z hərfindən işarə olunur. Natural ədədlər çoxluğu isə böyük N hərfindən işarə olunur. Tam ədədlər mövzusundan tanış oluruqsa, biz interval və parça anlayışından da tanış olmalıyıq. İnterval deyəndə söhbət loğru dilindən desək yumru mötərizə, parça mötərizə isə transkripsiyadır. İnterval daxil deyil deməkdir. Daxil deyil. Transkripsiya, yəni parça mötərizə daxildir. Nümunə göstərək. Daxil deyil. Bizə deyir 2, 8 intervalı. Söhbət burada nə hansı ədədlərdən gedir? 2, 8 intervalı deyilsə 3, 4, 5, 6, 7-dən. Yumru mötərizə, yəni interval olduğundan 2 və 8-i daxil etmədən cərgə yazıldı. Ancaq mən 2 və 8 parçası qeyd etsəm, söhbət 2, 3, 4, 5, 6, 7 və 8-dən gedər. Parça mötərizədə olduğu üçün 2 ilə 8-i də mütləq şəkildə qeyd etdim. Və ya bizə yarım intervalı verə bilər. İnterval və parça. Yadımızda saxlayırıq ki, intervalın yanında duran ədəd daxil deyil, parçanın yanında duran ədəd isə daxildir. Bizdən bəzən istəyir, həmin bu intervalda yazılan aralıqda olan ədədlərin sayını və yaxud da parçada yazılan ədədlərin sayını və ya yarım intervalda yazılan ədədlərin sayını istəyir. Aradakı məsafə qısa olanda tapmaq sadə olur. Ancaq aradakı məsafə böyük olanda tapmaq çətinləşir. Bəs gəlin görək onu nə cür tapmaq olar.
Hal-hazırda birinci qeyd etmək istəyirəm intervalı. Bizə verilsin AB intervalında olan ədədlərin sayının tapılmasını. AB intervalındakı ədədlərin sayını tapmaq istəyirsə, düsturumuz B çıxılsın A vəziyyətindədir. Misal üçün bizə deyir ki, 2-20 aralığında neçə dənə ədəd olduğunu soruşur. Deməli, yazırıq 20 çıxılsın 2. Bir də düsturda çıxaq birimiz var idi, unutmuşam. 1 çıxağa çıxılsın 1, düsturumuz olacaq 20 çıxaq 2 çıxılsın 1 vəziyyətində. Bunu da hesablayırıq ki, 17 dənə ədəd var imiş. 2-dən 20-yə qədər 17 dənə ədəd var imiş. İkinci, yarım interval. A, B yarım intervalında bizə verə bilər. Və ya A, B formada yarım interval bizə verə bilər. Yarım interval olarsa düsturumuz B çıxılsın A vəziyyətində olar. Misal üçün, 2-20 yarım intervalında neçə dənə ədəd olduğunu sorulsa, sadəcə 20-dən çıxırıq 2, cavab eləyir 18. Üçüncü, bizə partiya mötərizə verə bilər. AB partiya mötərizəsindəki ədədlər soruşa bilər. Düsturumuz B çıxılsın A üzərinə gəlinsin 1 vasitəsindən hesablanır. Misal üçün, 2-20 parçasında ədədlər istəyər. 20-dən 2 çıxırıq, üzərinə isə 1 gəlirik. Deməli, 19 dənə ədəd olur. Bundan əlavə bizdən soruşa bilər ki, həmin intervalda hər hansısa bir ədədə bölünən ədədlərin sayını istəyə bilər. Nümunələri buradan götürək və düsturlara fikir verək. Hər birinə də aid bir dənə nümunə qeyd edəcəm. Bizə deyə bilər ki, AB intervalında hər hansı bir M-ə bölünən ədədlərin sayını tap. Biz bunu nətər yadımızda saxlayırıq? İntervalda yerləşən hissəni M-ə bölürük, aldığımız cavabdan 1 çıxırıq. İntervalda yerləşən hissəni M-ə bölürük, intervalda yerləşən hissəni M-ə bölürük, üzərinə 1 gəlirik. Misal üçün, məndən istəsin 3, biraz böyük ədədlər qoyaq, 3 qoymayaq. Misal üçün, bizdən istəsin 10, 100 aralığında 2-yə bölünən ədədlərin sayını. 100-dən çıxırıq 10-u, 2-ni soruşduğu üçün bölürük 2-yə, düsturda bir də çıxaq 1 olduğu üçün çıxırıq 1-i. Sonra adi qaydada hesablayırıq. Yarım interval versə 10-dan 100-ə qədər 2-yə bölünən ədədləri istəsə, yenə 100-dən çıxırıq 10-u, bölürük 2-yə, adi hesablayırıq geri qalanını da. Üçüncüyə aid istəsə, 10-100 parçasında istəsə, 2-yə bölünən ədədləri 10-da 100-dən çıxırıq 10-u, bölürük 2-yə, düsturda bir də üstə gələk birimiz olduğu üçün üzərinə də 1 gəlirik. Bu da bizə interval və ya parçada verilən ədədlərin sayı, interval və ya parçada verilən hər hansı bir M-ə bölünən ədədlərin sayı düsturlardır. Deməli, birinci danışaq sadə ədədlərdən. Sadə ədədlərin qaydasını başlıq kimi yazırıq sadə ədədlər, müqayisə edək. Sadə ədədlərin qaydasında bizə deyilir ki, ancaq özünə və vahidə bölünən ədədlər sadə ədədlər adlandırılır. Deməli, özünə və 1-ə bölünməlidir və yaxud da qaydanı başqa cürə desək, yalnız 2 ədəd, yəni 2 dənə böləni olan ədədlər sadə ədədlər adlandırılır. Bir neçə də nümunə saysaq, 17-ni desəm, 17 bir 17 özünə bölünür, bir də 1-ə bölünür və yaxud da 13 desək, 13 bir özünə bölünür, bir də 1-ə bölünür. Bundan əlavə sadə ədədlərin bir neçə əlavə qeydləri də var. Bütün cüt ədədlər ümumiyyətlə mürəkkəb ədədlərdir. Bunu mürəkkəb ədədlərdə bir daha vurğulayıram. Sadə ədədlər isə ən kiçik sadə ədədimiz ən kiçik sadə. Ən kiçik sadə ədəd 2-dir və 2 yeganə cüt ədəddəki sadədir. Yerdə qalan bütün cüt ədədlərin hamısı mürəkkəb ədədlərdir. Əgər bizdən ən kiçik sadə ədəd istəsə 2-dir, ən böyük sadə ədəd istəsə sonsuz saydadır və bundan əlavə sadə ədədin heç bir əlavə qaydası yoxdur. Özünə və 1-ə bölünür, yəni yalnız 2 ədəd böləni var. Misal üçün 17 nümunə çəkdik, 13 nümunə çəkdik. İndi baxdıq mürəkkəb ədədlərə. Başlıq yazaq, mürəkkəb ədədlər. Mürəkkəb ədədlər isə 2-dən
çox böləni olan ədədlərə 2-dən çox böləni olan ədədlər isə mürəkkəb ədədlər adlandırılır. 2-dən çox böləni olan ədədlər, misal üçün mən yazsam 20, 20 20-yə bölünür, 2-yə bölünür, 5-ə bölünür, 4-ə bölünür və 1-ə bölünür. Özündən və vahiddən başqa bölənləri də var. Saysaq 2-dən çox böləni var. Belə ədədlər mürəkkəb ədədlər adlandırılır. Və mürəkkəb ədədlərin də bəzi qeydləri var. Birincisi, bütün cüt ədədlər mürəkkəbdir. Bütün cütlər mürəkkəbdir. Bu birinci qeydimiz. Tək ədədlər sadə ədəddə ola bilər, mürəkkəb ədəddə ola bilər. Misal üçün bir dənə tək ədəd göstərək 21. 21 özünə də bölünür, 3-ə də bölünür, 7-yə də bölünür, 1-ə də bölünür. 2-dən artıq bölən oldu. Bütün cüt ədədlər istisnasız şəkildə mürəkkəbdir. Ancaq tək ədədlər sadə ədəddə ola bilər, mürəkkəb ədəddə ola bilər. İkinci qeydimiz, əgər bizdən ən kiçik mürəkkəb ədədi sorulsa, ən kiçik mürəkkəb ədəd 4-dür. Çünki 2 sadədir, 3 sadədir, 4 isə mürəkkəbdir. Bundan əlavə heç bir qeydimiz yoxdur. Ancaq burada mən kiçik bir hissə açıb, həm tək həm də həm mürəkkəb, həm də sadə ədədlərə aid bir qeyd yazmaq istəyirəm. Hansı ki, birdən danışıram. Biz sadəni də mürəkkəbdən də danışanda birlə bağlı işlə deməliyik. Çünki bir nə sadə ədəddir, nə də mürəkkəb ədəddir. Yəni ki, biz birin sadəliyinə və mürəkkəbliyinə danışa bilməliyik. Ən kiçik sadə ədəd 2-dir, ən kiçik mürəkkəb ədəd 4-dür. 2 yeganə cüt ədəddir ki, sadədir. Yerdə qalan bütün cüt ədədlər mürəkkəbdir. Bundan əlavə tək ədədlər sadə də ola bilər, mürəkkəb də ola bilər və 1 nə sadə ədəddir, nə də mürəkkəb ədəddir. İndi isə baxaq qarşılıqlı sadə ədədlərə. Bəs görək qarşılıqlı sadə ədədlər nədir? Qarşılıqlı sadə. Qarşılıqlı sadə ədədlər heç bir ortaq böləni olmayan ədədlərdir. Heç bir ortaq böləni yoxdur. Amma istisna şəkildə qarşısına yazıram ki, birdən başqa. Gəlin indi bunu qeyd edək. Yəni nümunəyə baxdıq. Deməli, deyirəm ki, birdən başqa heç bir ortaq böləni olmamalıdır. Misal üçün, mən yazıram ki, 20. 20-nin bölənlərini yazıram. 20, 2, 4, 5 və 1. Bir də yazıram 21. 21-in bölənlərini yazıram. 21, 3, 7 və 1. Yazmışam birdən başqa. Ona görə birin üstünə xətt çəkirəm ki, yəni biri baxmıram. Birdən başqa baxıram ki, bu ikisinin heç bir ortaq böləni yoxdur. Deməli, 20 ilə 21 qarşılıqlı sadə ədədlərdir. Qarşılıqlı sadə ədədlər bundan əlavə tip qarşılıqlı ümumiyyətlə 3 dənə qaydamız həmişə qarşılıqlı sadə ədəddir. Hansıdır? Birincisi, ardıcıl gələn natural ədədlər həmişə qarşılıqlı sadədir. Ardıcıl natural ədədlər. Yazdıqca da nümunə də qeyd eləyək qarşısına. Misal üçün, elə 20 ilə 21 ardıcıl gələn natural ədədlərdir və hər zaman qarşılıqlı sadədlər və yaxud da nümunə göstərə bilərəm 40-dan 41-i ardıcıl gəliblər, deməli qarşılıqlı sadədlər. İkinci, ardıcıl gələn tək ədədlər həmişə qarşılıqlı sadədir. Ardıcıl tək ədədlər. Misal üçün, bir dənə nümunə yazaq. 17 ilə 19 və yaxud da 101 ilə 103 ardıcıl gələn tək ədədlərdir. Ona görə də qarşılıqlı sadədirlər. Və üçüncü, 1 bütün ədədlərlə qarşılıqlı sadədir. Bütün ədədlərlə. Misal üçün, bir dənə nümunə yazaq. 1 ilə 1000 belə desəm, bunlar həmişə qarşılıqlı sadə ədədlər təşkil edilir. Danışaq bölünmə əlamətlərindən, amma uyğunlaşdıraraq gedək. Birincisi, 2 hər birindən fərqli etdiyini qeyd edirəm. Bütün cüt ədədlərin hamısı 2-yə bölünən ədədlərdir. Bütün cüt ədədlər 2-yə bölünür. Misal üçün, nümunə çəksək 10, 48, 62, 104 və s. kimi ədədlər 2-yə bölünür. İndi isə keçək digərlərinə. Kombinasiya şəkildə getməyə çalışıram ki, bir-birlərini uyğunlaşdıraq. Mən 3-dən və 9-dan danışmaq istəyirəm. 3-dən 9-un qaydası tamamilə eynidir.
3-ün də qaydasına deyir ki, rəqəmləri cəmi 3-ə bölünən ədədlər 3-ə bölünür. 9-un da qaydasına deyir ki, rəqəmləri cəmi 9-a bölünən ədədlər 9-a bölünür. Hər ikisinin də qaydası qayda etibarilə eynidir. Hər ikisinə aid bir nümunə yazaq. 21 yazsam, 2-nin üstünə 1 gələndə eləyir 3. 3 3-ə bölündüyünə 21 3-ə bölünür. Amma 40 yazsam, 4-ün üstünə 0 gələndə eləyir 4. 4 3-ə bölünmədiyindən 40 3-ə bölünür. 9-a aid nümunə yazsaq 27. Rəqəmləri cəmi 2 üstə gələk 7 eləyir 9. 9 9-a bölündüyünə 27 də 9-a bölünür. Amma yazsaq 20, 2-nin üstünə 0 gələndə eləyir 2. 2 9-a bölünmədiyi üçün deyirik ki, 20 də 9-a bölünmür. Bəs nəyə görə 3-ün qaydasına 9-un qaydası eynidir, ancaq biz demirik ki, 3 ilə 9-a bölünən bütün ədədlər eynidir. Belə bir qaydanı demək mümkün deyil. Ona görə də bir şey nəzərdə yetirmək lazımdır ki, ümumiyyətlə yadımızda saxlayaq ki, böyük ədəd daxilində kiçik ədədi saxlaya bilir. Ancaq kiçik ədəd daxilində böyük ədədi saxlaya bilmir. Nə demək istəyirəm? Mən 3-ə bölünən 21 yazdım. Bir də 3-ə bölünən ədəd kimi 36 yazmaq istəyirəm. 3-ün üstünə 6 gəlirəm, eləyir 9. 9 3-ə bölündüyünə deyirik ki, 36 da 3-ə bölünür. 9-a da bir dənə nümunə yazmaq istəyirəm 81. 8-in üstünə 1 gələndə eləyir 9. 9 9-a bölündüyünə deyirik ki, 81 də 9-a bölünür. Fikir verək, 3-ün qarşısına yazdığım ədədlərdən biri, yəni ki 21, 3 9-a bölünmədi. Ancaq 36 9-a bölündü. Amma indi gəlin tərsinə baxaq. Tərsinə baxan olsam, 9-u 2 ilə nümunə yazmışam. 27 və 81. 27 də 3-ə bölündü. 81 də 3-ə bölündü. Deməli, bayaq dediyim qayda tamamilə doğrudur. Böyük ədəd daxilində kiçiyi saxlaya bilir, ancaq kiçik ədəd daxilində böyük ədəd saxlaya bilmir. Bu nə deməkdir? O deməkdir ki, 3-ə bölünən ədədlər 9-a, işarəni başdan qoyaq. 3-ə bölünən ədədlər 9-a bölünə də bilər, yəni ola da bilər, olmaya da bilər. 3-ə bölünən ədədlər 9-a bölünə də bilər, bölünməyə də bilər. Ancaq 9-a bölünən ədədlər həmişə 3-ə bölünür. Həmişə 3-ə bölünür. Fikir verin, 2 dənə nümunə yazmışam, ikisi də 3-ə bölünür. Əgər nümunələrin sayını artırsam fikir verərək ki, 3-ə bölünən ədədlər bəzən 9-a bölünəcək, bəzən bölünməyəcək. Ancaq 9-a bölünən ədədlər hansı nümunə yazıramsa yazım, həmişə 3-ə bölünəcəkdir. Deməli, ümumiləşdirsək, 2-yə bölünən ədədlər bütün cüt ədədlər, 3-ə bölünən ədədlər rəqəmlər cəmi 3-ə bölünənlər, 9-a bölünən ədədlər rəqəmlər cəmi 9-a bölünən ədədlərdir. 3-ə bölünənlər 9-a bölünə də bilər, bölünməyə də bilər. 9-a bölünənlər isə 3-ə həmişə bölünür. Biz də danışaq 2-nin qüvvət üstü ola biləcək ədədlərdən. Yəni 4-dən, 8-dən, 16-dan və ya 32-dən hər iki üçün aid nümunə göstərəcəm. Bəs gəlin görək bunların qaydası nə cürdür? 4 bilirik ki, 2-nin kvadratı deməkdir. 8 bilirik ki, 2-nin kubu deməkdir. 16 da bilirik ki, 2-nin üstü 4 deməkdir. 4-ün qaydasında son 2 rəqəmi əgər bu formada 0-0 gələrsə və yaxud da son 2 rəqəmi 4-ə bölünərsə, qısacaq, ona deyirik ki, bu ədəd 4-ə bölünür. 8-ə bölünmə əlaməti son 3 rəqəmi, 3 rəqəmi əgər son 3 rəqəmi bu formada sıfırlar gələrsə və yaxud da son 3 rəqəmi əgər 8-ə bölünsə, deyirik ki, bu ədəd 8-ə bölünür. Fikir verək 16-ya. Başında 4 yazılıb. Deməli, son 4 rəqəmi əgər bu formada sıfırlar gələrsə və yaxud da son 4 rəqəmi əgər 16-ya bölünsə, bu ədəd 16-ya bölünür. Qaralama kimi belə deyim, kənarda 32-ni də elə belə göstərirəm. 32 2-nin üstə 5 deməkdir deyə, bunda da son 5 rəqəm olacaq. 64 2-nin üstə 6 deməkdir, son 6 rəqəm olacaq. Gəlin indi bunları nümunələrə baxaq. Gəlin indi buna aid nümunələrə baxaq. Deyirik ki, son 2 rəqəmi 0 və yaxud da son 2 rəqəmi 4-ə bölünsə. Yəni mən yazsam 200, son 2 rəqəmi 0 olduğundan 4-ə bölünür. Və yaxud da yazsam 324, son 2 rəqəmi olan 24, 4-ə bölündüyü üçün deyirik ki, bu ədəd 4-ə rahatlıqla bölünür. Son 3 rəqəmi 0, 0, 3 dənə 0 və son 3 rəqəmi 8-ə bölünsə. Yazsam 3000, son 3 rəqəmi 3 olduğundan, 3 dənə 0 olduğundan, deməli 8-ə bölünür. Və yaxud da
Yazsam ki 3018, 3016 yazıb. 3016. Sonuç rəqəmini yaratdığı ədəd 16 8-ə bölündüyü üçün deyirəm ki, bu ədəd 8-ə bölünür. 16-ya da ad nümunə çəkmirəm, elə 4-dən 8-dən eynidir. Deməli, 2-nin qüvvət üstlərinə baxan zaman qüvvətdə duran ədədə uyğun olaraq son misal üçün 5, 2-nin üstə 5 də son 5 rəqəmi, 2-nin üstə 6 isə son 6 rəqəmi və sair kimi irəliləyər. İkincisi gəldik 5-ə. 5 sonu 5 və ya 0-la bitən ədədlər 5-ə bölünür. Sonu 0 və ya 5 ilə bitən ədədlər 5-ə bölünür. Misal üçün 25, misal üçün 300, sonu 0-la bitir, sonu 5-lə bitir. Belə ədədlər 5-ə bölünən ədədlərdir. Buna əlavə bir də onu qeyd eləmək istəyirəm. Sonu 0-la bitən bütün ədədlər 0 olanların hamısı 10-a bölünür. Misal üçün 20, 30 və s. Deməli, bizim arada bir neçə ədədimiz qaldı. 6 qaldı və ondan böyük olan ədədlər qaldı. Bir də 7 qaldı. 7 ümumiyyətlə orta məktəbdə keçilmir deyə biz 7-ni qeyd eləmirik. 6 haqqında danışırıq və 11-dən böyük olan ədədlər haqqında. Birincisi 6-ya baxaq. 6 nə deməkdir? 2 vurulsun 3 deməkdir. Və 2 ilə 3 görürük ki, qarşılıqlı sadə ədədlərdir. Çünki heç bir ortaq böləni yoxdur. Belə olarsa, deyirik ki, həm 2-yə, həm də 3-ə bölünən ədədlər həmişə 6-ya bölünəcək. Misal üçün, yazıram 30. 30 2-yə bölünürmü? Bölünür. 30 3-ə bölünürmü? Bölünür. Deməli, 30 6-ya da bölünəcək. Amma yazsam 27. 27 2-yə bölünmür, ancaq 3-ə bölünür. İkisinə də eyni anda bölünməlidir. Amma buna ikisi eyni anda bölünmür. Deməli, 27 6-ya bölünməyəcəkdir. Əgər əlimi saxlamasam, 11-dən böyük ədədlərə də nəzər yetirəsi olsam, yazıram ki, 12. 12 nə deməkdir? 1, 2 vurulsun 6 deməkdir. 1, 12, 3 vurulsun 4 deməkdir. Diqqət yetirməliyəm ki, yerləşən ədədlər qarşılıqlı sadə olsun. 2 ilə 6 qarşılıqlı sadə deyil deyə bunu götürmürəm. Deməli, 12-yə bölünmə əlaməti həm 3-ə, həm 4-ə eyni anda bölünən ədəd olmalıdır. Misal üçün, nümunə göstərib 48. 48 3-ə bölünür, 4-ə bölünür. Deməli, 48 12-yə də bölünəcəkdir. Sonra başqa bir nümunəyə baxaq. Tutaq ki, yazaq 18. 18 2 vurulsun 9 deməkdir. 18 3 vurulsun 6 deməkdir. Qarşılıqlı sadə olanı götürürəm. 2 və 9. Deməli, həm 2-yə, həm də 9-a bölünən bütün ədədlərin hər biri 18-ə bölünən ədədlər olacaqdır. Deməli, 10-a qədər olan ədədlərin hər birinin bölünmə əlamətini ayrı-ayrılıqda dedik. 2-yə bölünən ədədlər bütüncül ədədlər, 3-ə və 9-a bölünən ədədlər rəqəmləri cəmi bölünən ədədlər, 4, 8, 16, yəni 2-nin qüvvət üstü şəklinə gedən ədədlər qüvvətdə yazılan ədəd uyğun olaraq sonu həmin sadə ədədlə bitən ədədlər idi. 5-ə bölünmə sonu 5 və ya 0-la bitən ədədlər, 6 və 11-dən böyük olan bütün ədədlər isə 2 qarşılıqlı sadə ədədin hasil şəklini göstərərək bölünmə əlaməti təyin etmək mümkündür. Danışaq qalıqlı bölmədən. Qalıqlı bölmənin düsturunda deyirik ki, A bölünsün B bərabərdir C, qalıq isə E şəklində olan ifadələr adlandırılır qalıqlı bölmə. Gəlin görək hər birinin adı nədir? Birinci gələn kəmiyyətimiz olur bölünən, daha doğrusu komponentimiz olur bölünən. İkinci gələn komponentimiz olur bölən. Üçüncü gələn komponentimiz olur natamam qismət, qısa yazdım. Qalığın da yanına yazmışıq ki, qalıq formasındadır. Əgər qalıqlı bölməni öyrənmək istəyiriksə, mütləq şəkildə bu düsturu əzbər bilməliyik ki, A-nın qiyməti, yəni bölünənin qiyməti bərabərdir. Bölən vurulsun natamam qismət üzərinə gəlməsin qalıq formasındadır. Bir də nümunəyə baxaq. Deyək ki, A ədədini 17-yə böldükdə natamam qismətdə 2, qalıqda 1 qalır. Bizdən A-nın qiymətini istəyir. Onda A bərabərdir. Natamam qismət vurulsun bölən 2 vurulsun 17
üzərinə gəlsin 1. Deməli, bizim ədədimiz 35 imiş. Ancaq qalxlı bölmənin qaydası bununla da bitmir. Qalxlı bölmənin bir neçə vacib qaydası da var. Digər vacib qaydası nədir? Qalxlı bölmənin düsturunu bir daha qeyd eləsəm, A bölünsün B bərabərdir C, qalığımız isə R idi. Bəs gəlin görək burada əsas vacib məqam nədir? Əsas vacib məqamımız odur ki, qalığın ala biləcəyi ən kiçik qiymətimiz var və qalığın ala biləcəyi ən böyük qiymətimiz var. Bəs gəlin görək bunlar nədir? Qalığın ala biləcəyi ən kiçik qiymət həmişə sıfırdır. Bu bütün ədədlər üçün belədir. Əgər mən 8 bölək 4-də cavabın 2 olduğunu bilirəm və bilirəm ki, qalıqsız bölmədir, qalıq qalmır. Əslində burada qalıq qalır. Sadəcə qalığın qiyməti sıfıra bərabər olduğu üçün biz onu qalıqsız bölmə kimi adlandırırıq və qalığın olmadığını deyirik. Bütün ədədlərin ən kiçik qalığı sıfıra bərabərdir. Bu dəyişməz qaydadır. Qalığın ola biləcəyi ən böyük qiymət, böləni fikir verib B hərfinə işarələmişəm. Qalığın ola biləcəyi ən böyük qiymət isə böləndən bir vahid aşağıdır. Yəni, bizə deyir ki, ədədi 8-ə böləndə qalığın ən böyük qiymətini tap. Onda olacaq 8 bölən yerinə 8-dən baxın. Çıxaq 1, yəni 7. Deməli, qalığın ola biləcəyi ən böyük qiymət 7-dir. Deyir, ədədi 8-ə böləndə alınacaq bütün qalıqları yaz. Bütün qalıqlarımız sıfırdan başlayır ən kiçiyi, davam eləyir 7-yə qədər. 2, 3, 4, 5, 6 və 7. Deməli, belə bir qənaətə gəldik ki, yəni qalıq böləndən kiçik olmalıdır, sıfırdan böyük bərabər olmalıdır. Yəni, sıfırı ala da bilər və sıfırdan böyük qiymətlər də ala bilər. Bu da oldu bizim qalıqlı bölməmiz. Şimdi baxaq sadə qruplara ayırmağa və diqqətdən qulaq asın. Sadə qruplara ayırma. Cümlənin birinci tərkibi sadə qruplara ayırma. Biz bayaqdan sadə ədədlərlə tanış olduq kimi, sadə ədədlər yalnız özünə və birə bölünən ədədlər sadə ədədlər adlandırılırdı. Yəni biz burada ancaq və ancaq sadə olan ədədlərlə işləməliyik. Misal üçün yazıram ki, 120-ni sadə, biraz elə 12 olsun, kiçik ədəddən başlayaq. 12-ni sadə qruplara ayırın. Sadə qruplara ayıran zaman mən fikirləşdiyim o olur ki, 12-nin bölündüyü ən kiçik sadə ədəd neçədir? 12-nin bölündüyü ən kiçik sadə ədəd 2-dir. Xəttin sağ tərəfinə qeyd edirəm. 12-ni 2-yə bölürəm, eləyir 6. İndi fikirləşirəm. 6-nın bölündüyü ən kiçik sadə ədəd neçədir? 2. 6-nı 2-yə bölürəm, 3. 3-ün özü sadə olduğundan özünə bölünür və 1 alınır. Bu biri burada görənə qədər prosesi davam etdirirəm. Və yaxud da yazaq 20. 20-nin bölündüyü ən kiçik sadə ədəd 2-dir. 20-ni 2-yə böldük 10. 10-un bölündüyü ən kiçik sadə ədəd 2-dir. 2-yə böldük 5. 5-in bölündüyü ən kiçik sadə ədəd 5-in özüdür. 5, 5, yəni 1-i görənə qədər davam elədim. Biraz böyüdürəm, yazıram 55. 55-in bölündüyü ən kiçik sadə ədəd 5-dir. 55-i 5-ə böləndə 11. 11 sadə ədəd olduğundan elə özünə də bölünür, o da deyir 1. 1-i burada görənə qədər davam etdirdim. Yazaq, misal üçün 100. Biraz böyütdük. 100-ün bölündüyü ən kiçik sadə ədəd 2-dir. Elədi 50. 50-nin bölündüyü ən kiçik sadə ədəd 2-dir. Elədi 25. 25-in bölündüyü ən kiçik sadə ədəd 5-dir. Elədi 5. 5 də o üstü sadə olduğundan 5, 5, 1 şəklində də qalacaqdır. Deməli, bu oldu bizim sadə qruplara ayırmamız. Amma biz burada çox vacib məqamlarla tanış olmalıyıq və həmin qaydaları bilməliyik. İndi unutmusunuz. Hər hansı bir ədəd götürəcəm, həmin ədədi sadə qruplara ayıracağam və bütün qaydaları həmin ədədin üzərində qeyd edəcəm. Mən yazmaq istəyirəm 120, çünki 120-nin daxilində həm tək ədəd var, həm cüt ədəd var. Yəni, qruplara ayrılmasında ədədlər kombinasiyası çoxdur. 120-nin bölünə biləcəyi ən kiçik sadə ədəd 2-dir. 120-ni 2-yə bölürəm 60. 60-ın bölünəcəyi ən kiçik sadə ədəd 2-dir. Bölürəm 30. 30-un bölünə biləcəyi ən kiçik sadə ədəd 2-dir. Elədi 15. 15 3-ə bölünür. 5, 5, 1 şəklində qalır.
Birincisi biz tanış oluruq kanonik şəkildə. Kanonik şəkil. Kanonik şəkil nədir? Buna bəzən deyirlər standart şəkil. Bunu nə cür yazırıq? Ədədin özünü köçürdürük 120. Gördüyüm bölənləri qeyd edirəm. Mən burada hansı bölənləri görürəm? 2-ni, 3-ü və 5-i. Hər birindən neçə dənədirsə, aparıram, qüvvətinə yazıram. 2-dən 1, 2, 3 dənədir. Ona görə 2-nin qüvvətinə 3 yazıram. 3-dən 1 dənədir. 3-ün qüvvətinə 1 yazıram. 5-dən də 1 dənədir. Ona görə 5-in də qüvvətinə 1 yazıram. Bu bizim oldu kanonik şəklimiz. Sonra mən buradan tapmalıyam sadə vuruqların sayını. Sadə vuruqların sayı deyəndə qarşısına yazıram hamısı. Yəni, sadə vuruqların sayı deyəndə dedik, söhbət gedir hamısından. Yəni, xəttin sağ tərəfinə baxıram və nəzərinizə çatdırım ki, heç vaxt bunların üzərində işləyəndə xəttin sol tərəfinə baxılmır. Ancaq və ancaq sağ tərəfinə baxılır. Baxıram, sadə vuruqlar hamısı. Hamısı. Bunların hamısı. Neçə dənədir? 1, 2, 3, 4, 5 dənədir. Deməli, sadə vuruqlarımızın sayı 5 dənədir. Sonra bizdən istəyəcək sadə bölən və yaxud istəyə bilər ki, müxtəlif sadə vuruq, müxtəlif sadə bölən. Bunu qeyd eləmirəm. Nəyə görə? Çünki müxtəlif sözündən onsuz da başa düşülür ki, müxtəliflər istəyir. Əsas biz sadə vuruqlar, sadə böləni seçməliyik. Sadə bölən deyəndə isə ancaq və ancaq müxtəlif olanları götürürəm. Neçə dənə müxtəlifim var? 2 var, 3 var və 5 var. Bax, eyni olan ikilərə baxmadım. Dedim ki, 2 var, 3 var və 5 var. Deməli, mənim 3 dənə sadə bölənim var. Onda belə alındı ki, sadə vuruq deyəndə hamısını götürürük. Sadə bölən deyəndə isə ancaq və ancaq müxtəlif vuruqların sayına baxırıq ki, neçə dənə müxtəlif vuruğumuz var. Deməli, sadə vuruqların sayı 5 dənə, sadə bölənlərin sayı isə 3 dənədir. İndi isə keçid alaq natural bölənlərin sayını. Natural bölənlərin sayı. Natural bölənlərin sayını tapanda isə gəlin görək biz nəyə diqqət yetiririk. Bax, bizim qüvvətimizdə duran ədəd ki var, bunlar. Bunları aydın görək deyib bir dəfə kənara özüm üçün yazıram. Və natural bölənlərin sayını tapanda, bax bu qüvvətdə duran ədədlərin üzərinə bir gəlib, bir-birlərini vurmaq lazımdır. Qüvvətdə duran ədədim 3-dür. Üzərinə 1 gəlirəm, vururam. Qüvvətdə duran ədədim 1-dir. Üzərinə 1 gəlirəm, vururam. Qüvvətdə duran ədədim 1-dir. Üzərinə 1 gəlirəm, vururam. Və işarələyirəm. Bax, bu 3 buradadır. Bax, bu 1 buradadır. Bu 1 də buradadır. Və üzərinə 1 gəlməyim isə qaydadır. Qayda deyir ki, qüvvətində duran ədədlərin üzərinə 1 gəl və bir-birlərinə vur. Vursaq, 4 dəfə 2, 8, 8-i də 2-yə vuranda 16. Deməli, natural bölənlərin sayı 16-dır. Tam bölənlərinin sayı. Tam bölənlərinin sayını tapanda isə natural bölənlərinin sayını 2-yə vurmalıyam. Yazıram 2 vurulsun 16. Söhbət gedir bundan. Deməli, o da eləyəcək 32. Sonra tam bölənlərinin cəmi. Tam bölənlərinin cəmi. Tam bölənlərin cəmi istəyir milyon versin, fərqi yoxdur. Bütün ədədlərin tam bölənlərin cəmi sıfırdır. Tam ədədlər müsbət mənfi olduğundan topladığımız zaman islah gedir və tam bölənlərinin cəmi sıfıra bərabər olmuş olur. Bundan əlavə bizdən istəyə bilər tək natural bölənlərin sayını və cüt natural bölənlərin sayını. Bir də onu qeyd etmək istəyirəm. Əgər bizdən tək natural bölənlərinin sayını istəsəm, bir dənə ədədi yenə burada qeyd edeyim. Yuxarıda qaldı. 2-nin kubu vurulsun 3-ün üstə 1, 5-in üstə 1 şəklindəydi. Əgər bizdən tək natural bölənlərinin sayını istəsəm, cüt olan ədədin üzərinə xətt çəkib, geriyə qalan ədədin natural bölənlərinin sayını tapırıq. Yəni, qüvvətdəki ədədlərin üzərinə 1 gəlib, bir-birlərinə vururuq. 1 üzərinə gəlsin 1, vuraq, 1 üzərinə gəlsin 1. Deməli, bizim 4 dənə tək natural ədədimiz var. Tək natural bölən sayımız var. 120-nin 4 dənə tək natural böləni var. Əgər bizdən cüt natural bölənlərin sayını istəsə, yenə ədədi bir daha qeyd eləyirəm burada.
2'nin kubu vurulsun 3'ün üstə 1, vurulsun 5'in üstə 1. Cüt natural bölənlərin sayını istəsə neyniyirəm? Bax, cütün başında olan ədədi köçürdürəm. Cütün başında duran ədədi sadəcə köçürdürəm. Digərlərinin üzərinə isə 1 gəlib bir-birlərinə vururam. Bu da eləyir 12. Deməli, tək natural böləninin sayı 4, cüt natural böləninin sayı isə 12-yə bərabərdir. Bununla da biz ədədin sadə vurğulara ayrılışı ilə bağlı olan vacib qeydləri yazdıq. İndi isə keçid alaq əbub və kübun tapılmasına. İndi başlayaq əbub və kübla bağlı danışmağa. Birinci başlayaq əbubla bağlı. Əbubu yazıram, əbub. Və qeyd etdiyim hər bir hərfin açılışını yazıram. Ən böyük ortaq bölən. İndi isə əbuba aid bəzi nümunələrə baxaq. Görək ki, əbuba 2 dənə və daha artıq ədəd versə, əbubu necə tapırıq? Birincisi çox sadə bir nümunə yazıram. 20 ilə 50-yə əbub tapmağa çalışıram. 20-ni sadə vuruqlara ayırıram. 2, 10, 2, 5, 5, 1. 50-ni sadə vuruqlara ayırıram. 2, 25, 5, 5, 1. Əbubu tapan zaman yadımızda saxlayırıq ki, bizim ancaq və ancaq xəttin sol tərəf, əslində sağ tərəfindən ancaq işimiz var. Sol tərəfindən heç bir işimiz yoxdur. Xəttin sağ tərəfində ortaq olan sadə vuruqların üzərindən xətt çəkirik. Hər bir ortaq vuruq bir dənəsini götürə bilər. Yəni mən sağ tərəfdə 50-nin vuruqların içərisində 2 olduğu üçün 20-nin vuruqları içərisində 2 dənə 2-nin üstünə xətt çəkmirəm qətiyyən. Sadəcə bir dənə 2-lər ortaqdır. Sadəcə bir dənə 5-lər ortaqdır. Əbubu tapmaq istəyirəmsə, hansı cərgəni istəyirəmsə, misal üçün mən 50 cərgəsini götürürəm. Həmin cərgədə olan üstünə xətt çəkdim. 2 ədədi bir-birinə vururam. 2 ilə vururam 5-ə. Deməli, əbubda qiymətimiz 10-a bərabərdir. Kəlimi dayandırmıram. Başqa bir nümunə qeyd edirəm. Misal üçün, bu dəfə də 35 ilə 45-ə əbub tapar. 35 sadə vuruqlara ayırıram 5, 7, 7, 1. 45 sadə vuruqlara ayırıram 5, 9, 3, 3, 1. Ortaqların üzərinə xətt çəkirəm. 5 ortaqdır. Əbubu tapmaq istəyirəmsə, yalnız bir cərgədə üstündən xətt çəkdiyim ədədlərə baxıram. 35 cərgəsinə baxmaq istəyirəm. Yalnızca 5-in üzərinə xətt çəkmişəm. Deməli, elə əbubun 5-ə bərabər imiş. Başqa bir nümunəyə baxaq. Bu dəfə də 40-dan 70-ə əbub tapaq. 40-ı sadə vuruqlara ayırıram. 2, 20, 2, 10, 2, 5, 5, 1. 70 sadə vuruqlara ayırıram. 2, 35, 5, 5, 7, 7, 7 və 1. Ortaqların üzərinə xətt çəkirəm. 2-lər ortaq, 5-lər ortaq. Yalnız və yalnız bir cərgədə üzərindən xətt çəkdiklərini bir-birinə vururam. Bir cərgədə, yəni 2-ni vururam 5-ə, deməli əbub 10-a bərabərdir. Deməli, əbubu tapan zaman sadə vuruqlara ayırıb, üzərinə xətt çəkdiklərimiz, yəni lor dillə desək, üzərinə xətt çəkdiklərimiz, enli dillə desək, ortaq olan vuruqların hasili bizə əbubu verir. İndi isə başqa bir nümunəyə baxaq, əbubla bağlı. Bizə misal üçün versin 40 və 80-in əbubun tapılmasını versin. 40-ı sadə vuruqlara ayırım 2, 20, 2, 10, 2, 5, 5, 1. 80 sadə vuruqlara ayırım 2, 40, 2, 20, 2, 10, 2, 5, 5, 1. Ortaqların üzərinə xətt çəkirəm. Ortaq vuruğum 2-dir, 2-dir, 2-dir və 5-dir. Həmişə bu sual gələndə uşaqlar çaşırlar ki, bəs hamısının üzərinə xətt çəkdik, nəyə götürək? Qaydada qətiyyən özümüzdə çatışqınlıq yaratmırıq. Mən qayda nə cür demişəmsə, bütün misalları da aid edirəm. Yalnız bir cərgədə üzərindən xətt çəkilmişlər. İstəsək 80 cərgəsini götürə bilərəm. Mən 40 cərgəsini götürdüm. 2, vuraq 2, vuraq 2, vuraq 5. Cavab elədi 40. Deməli, 80 ilə 40-ın əbubu elə 40-ın özünə bərabər imiş. Bundan əlavə belə bir qayda qeyd etmək istəyirəm ki, əgər bizə 80 ilə 40-ı verir,
və mən görürəm ki, 80 40-a tam bölünür. Əgər 80 40-a tam bölünürsə, elə bölən yerində duran bizə əbobu verir. Və yaxud da başqa bir nümunə deyim. Əgər mənə 35 və 70 versəydi, 70 35-ə tam bölündüyündən elə 35-in özü əbub olardı. Yəni bir də bunu hesablamağa ehtiyac yoxdur. Əgər bir ədəd digərinə tam bölünürsə, bölən yerində duran həmişə əbub funksiyasını yerinə yetirir. Bu oldu bizim əbobumuz və birazdan ümumi məlumat verəndə əbub məkubla bağlı bir də əbub mövzusuna geri qayıdacağım. İndi keçsək əkoba. Birincisi əkobun adını qeyd edirəm. Əkob və başlayıram açılışını yazmağa. Ən kiçik ortaq bölünən. İndi gəlin bir neçə nümunəyə baxaq. Görək əkobu necə tapırıq. Misal üçün yazıram. 20 ilə 35-ə əkob tapmaq istəyirəm. 20-ni sadə vurğulara ayırıram. 2, 10, 2, 5, 5, 1. 35 sadə vurğulara ayırıram. 5, 7, 7, 1. Yenə ortaqların üzərinə xətt çəkirəm. Bir dənə ortağım 5-dir. Əkobu tapan zaman nə edirəm? Əkobu tapan zaman böyük olan ədədi götürürəm. 35. Kiçikdə hansı ədədlərin üzərindən xətt çəkməmişəmsə, həmin ədədlərə vururam. Deməli, belədir 140. Deməli 20 ilə 35-in əkobu 140 imiş. Başqa bir nümunəyə baxıram. Misal üçün bizə desin ki, 80 ilə olsun 60. 80 ilə 60-a əkob tapır. 80 sayda vurğulara ayırıram. 2, 40, 2, 20, 2, 10, 2, 5, 5, 1. 60-ı sayda vurğulara ayırıram. 2, 30, 2, 15, 3, 5, 5, 1. Əkob tapmaq istəyirəmsə, nə edirəm? Yenə ortaqların üzərinə xətt çəkirəm. 2-lər ortaq, 2-lər ortaq və 5-lər ortaq. Böyük olan ədədi götürürəm. 80-i vururam. Kiçikdə nəyin üzərinə xətt çəkməmişəmsə, həmin ədədə. O da elədir 240. Deməli, 80 ilə 60-ın əkobu 240-a bərabərdir. Bir başqa nümunəyə baxmaq istəyirəm. Mənə indi desin ki, 40-dan 20-yə əkob tapmamı istəsin. 40-a sadə vurğulara ayırıram. 2, 20, 2, 10, 2, 5, 5, 1. 20-ni sadə vurğulara ayırıram. 2, 10, 2, 5, 5, 1. Ortaqların üzərinə xətt çəkirəm. 2-lər ortaq, 5-lər ortaq. Əkobu tapmaq istəyirəmsə, böyük ədədi götürürəm. Bir dənə ortağımız qalıb, 2-lər qalıb, 2-lərin üstünə xətt çəkirəm. 40-ı götürürəm, yəni böyük olan ədədi götürürəm. Kiçikdə nəyin üzərinə xətt çəkməmişəmsə ona vurmalıyım. Amma kiçikdə hər birinin üzərinə xətt çəkmişəmsə, deməli heç nəyə vurmağa ehtiyac yoxdur. Deməli əkobumuz 40-dır. Deməli, əgər bir ədəd digərinə tam bölünürsə, onda bölünən yerində duran həmişə əkobdur. Və yaxud da mənə desəydi ki, 80 ilə 240-a əkob tapmağımı istəsəydi, 240 80-ə tam bölündüyündən, deməli 240 elə əkobmuş. Onda belə alındı ki, bölünən yerində duran əkobdur, bölən yerində duran isə əbobdur. Bu oldu əkobun ümumi məlumatı. İndi keçək hər ikisi ilə bağlı olan ümumi qaydalara. İndi keçsək əbob əkobla bağlı olan ümumi qaydalara. Birincisi, əkobdan aldığımız qiymət hər zaman böyük olmalıdır əbobda aldığımız qiymətdən. Nəyə görə? Çünki əkob bölünən deməkdir. Əbob isə bölən deməkdir. Və natural ədədlərdən söhbət gedirsə, həmişə bölünən böləndən böyük olmalıdır. Ona görə də həmişə əkobdan aldığımız qiymət, əbobdan aldığımız qiymətdən böyük qiymət alınmalıdır. İkinci, əgər əkob AB buraq, əbob AB ifadəsi bizə verilibsə,
onda bunun cavabı elə A vurulsun B-yə bərabər olar. Bu sual bir dəfə buraxılışda istifadə olunmuş sualdır. Hansı ki, burada diqqət yetirməli olduğumuz məqam ondan ibarətdir ki, əkobun daxilində verilən ədədlərlə əbobun daxilində verilən ədədlər əgər eyni ədədlər olarsa, onda əkob AB-ni vursaq əbob AB-yə, elə cavab həmin ədədlərin hasili alınır. Üçüncü, əkob K vurulsun A, K vurulsun B şəklində ifadə verilərsə, A ilə B-nin hər ikisinin qarşısında K əmsalı olduğundan, həmin əmsalı əkobdan kənara çıxartma ixtiyarımız var. Yəni K vurulsun, əkob A, B şəklində yazmağa ixtiyarımız var. Eyni qayda əbob üçün də keçərlidir. Yəni əbob K vurulsun A, K vurulsun B ifadəsi üçün həmin K əmsalını əbobdan kənara çıxartma ixtiyarımız var. Yəni K vurulsun əbob AB şəklində yazmağa ixtiyarımız var. Sonra 5. Əkob AB bölünsün əbob AB ifadəsi üçün cavab eləyir C. C nədir? C ortaq olmayan vuruqların hasilidir. Əkobun qiymətinə əgər əboba bölürüksə cavab C alınır. Onda mən burada əlimi saxlayıram və C ilə başqa tanışlıqlarla, başqa nə cürə tapa bilərik C-ni, onlarla tanış olaq. Birinci C-nin tapılması qaydası əkobun əboba bölünməsidir. İkincisi tapılma qaydası A-nı sadə vuruqlara ayırırıq, B-ni sadə vuruqlara ayırırıq və hər hansı bir vuruqları ortaq olmazsa, həmin vuruqları bir-birinə vururuq. Buna nümunə ilə baxaq. Misal üçün, mənə 20 və 35-in ortaq olmayan sadə vuruqların hasilini istəsə, 20 ilə 35-ə əkob taparam, əbob taparam, bir-birinə bölüb sonra onların C-sini, yəni ortaq olmayan vuruqların hasilini taparam. Bir başqa qayda, 20-ni sadə vuruqlara ayıraram, 2, 5, 5, 1, 35 sadə vuruqlara ayıraram, 5, 7, 7, 1. Ortaqların üzərinə xətt çəkirəm. Sözdə nədir? Ortaq olmayan vuruqların hasili. Ortaq olmayan vuruqlarım nədir? 2-dən 2 və 7. Deməli, C-nin qiyməti bərabərdir. 2 vurulsun 7-yə, yəni 28-ə. Və üçüncü tapılma qaydasına nəzər yetirsək, C-nin üçüncü tapılma qaydasına, məndən əgər əkop 20, 35 bölək, əbob 20, 35 kimi ifadə versə, ya bildiyim üsuldan adi sadə vuruqlara ayıraram, 20-nin 35-ə əkobunu ayrı tapıb, əbobunu ayrı tapıb bir-birlərinə nisbətini taparam və ya 20-ni sürətə, 35-i məxrəcə yazıram. Bunu fərqli də yazmaq olar. 20-ni məxrəcə, 35-i sürətə də yazmaq olar. Yəni, hər iki cürə də yazıb işləmək olar. Mən birinci yazdığımdan işləmək istəyirəm. Birini sürətə, birini məxrəcə yazıb ixtisar edirəm. Hər ikisi ixtisar gedir 5-ə, sürətdə qalır 4, məxrəcdə qalır 7. Bərabərdir 7-də 4-ə. Həmin bu alınmış 2 ədədi bir-birinə vursam, 4 vurulsun 7, cavab eləyir 28. Deməli, belə alındı ki, ortaq olmayan sadə vuruqların hasilini tapan zaman əkobu əboba bölməklə tapa bilərik. Verilmiş ədədləri sadə vuruqlara ayıraraq ortaq olmayanları bir-birlərinə vura bilərik və ya verilmiş ədədlərdən birinin sürətə, digərini isə məxrəcə qeyd edildiyindən sonra alınmış 2 sadə ədədi, qarşılıqlı sadə ədədi bir-birlərinə vurmaqla da ortaq olmayan vuruqların hasilini tapmaq mümkündür. Keçsək digər düsturumuz 6. Əkobun bir düsturu, əkob AB-nin bir düsturu kök altında A vuraq, B vuraq, C-dir. AB verilən ədədlərdir, C isə incə tanış olduğumuz ortaq olmayan vuruqların hasilidir. 7. Əbob AB-nin düsturu isə kök altında AB bölünsün C düsturu vasitəsilə hesablanır. Hər ikisində iştirak edən C ortaq olmayan vuruqların hasilidir. İndi isə keçid alaq, əbob və əkobu əgər biz məsələ daxilində görərsək, hansı qaydalarda əkob, hansı qaydalarda isə əbob tapmaq lazımdır?
Keçid alaq. Məsəllərdə əköb, əbobu görək hansı sözlərdən istifadə edilir? Həmin qaydaya keçid alaq. Deməli, birincisi, bura müəyyən bir qaydalar qeyd eləyəcəm. Yadımızda saxlayırıq ki, əgər məsələnin şərtində ən az sözündən istifadə edilərsə, ən qısa sözündən istifadə edilərsə, onda mütləq şəkildə verilən ədədlərin əkobu tapılmalıdır. Əgər məsələ daxilində ən çox sözündən istifadə edilərsə, bir-birlərindən bərabər məsafədə sözündən istifadə edilərsə, bir-birlərindən bərabər məsafədə, qısa qeyd eləyəcəm, bərabər məsafədə sözündən istifadə edilərsə, əgər eyni tərkibdə sözündən istifadə edilərsə, eyni tərkibdə komanda sözündən istifadə edilərsə, bu sözlərdən də istifadə edilərsə, onda isə əbub tapmaq lazımdır. Ancaq bəzi məsələlər var ki, həmin məsələlərdə həm bu cərgədən bir sözdən istifadə olunur, həm də bu cərgədən bir sözdən istifadə olunur. Əgər hər iki cərgədən olan sözlərdən istifadə olunarsa, onda isə mütləq şəkildə əbub tapmaq lazımdır. Əgər bu sözlərin məsələləri, topluda olan məsələlər, sınaqlarda olan məsələlərdə diqqət yetirsək, bu sözlərdən istifadə etməklə biz asanlıqla əbubu və ya əkubu tapa bilərik.